Qabıyan alanda yuyucu vasitələrin daha çoxlu aparacağını dedilər. Mənimlə birlikdə Sədərəyə gedək, görək nəyə hardan daha uyğun qiymətə almaq olar. Qızımın kolyaskası mənə artıq daha ağır gəlirdi, getdi ana arzusuna. Sofya dünyaya gəlməmişdən öncədən hər şeyini bugünə kimi elə ana arzusundan alıram. Babası gilə gedəndə rahat yata bilsin deyə bir dənə də park yataq alıb yollandıq şirniyyat bölümünə. İlk dəfə Sədərəyə gedəndə şirniyyat deyəndə ağlıma bütün şirin məhsulların satılacağı bir yer gəlmişdi, amma tamam fərqli bir yer imiş. Əldə yandırılan balaca çilçıraqlar 50 qəpik, yeni il üçün corablar 1 manat idi. Ən çox bu şokoladlar xoşuma gəldi. Əlimdəkinin hazırda qiyməti 3 manat təşkil eləyir. Secret Santa oynayanlar üçün də Happy Toys-da yaxşı hədiyyəlik fikirlər var. Qohumda, qonşuda, evdə, eşikdə uşaqları sevindirmək üçün də hədiyyəlik qutuları buradan alıb için doldurmaq mümkündür. Yolum düşəndə mütləq ki Sədərəyin ən ucuz qiymətə kimyəvi məhsullar satılan mağazasına karvana gedirəm. İllər əvvəl Qabıyanı alanda deyirdilər ki, onun ləvazimatları özündən çox pul tutacaq, amma əsla elə deyil, mənim sağ əlimdir. Hətta burada daha ucuzdur hamısının qiyməti. Aranızda karvanı tanıyanlar varsa rəydə qeyd eləsin görüm neçə nəfərik. Karvandan da təmizliyə aid bütün ləvazimatlarımızı aldıqdan sonra yollandıq evə. Həmişə Araz kafeyə gedirdim, bu dəfə çatdıra bilmədim. Məcburi çox aldığımız üçün bir dönər alıb yedik, amma almaz olaydım. Yeyə bildikmi heç orası da sual altındadır. Videonu bəyənib dostuna göndərməyi unutma.